Salam dəyərli dostlar, mən İsrənglərova Əsmər, ingilis dili müəlliməsiyim. Sizlər üçün bu gün 28 dekabr Paradox Studies və İnkişaf Mərkəzində keçirilmiş OTQ deməli ingilis dili sınağı üzrə OTQ sınağının izahına baxacaq ingilis dili üzrə və bu sınaq qeyd edim ki 11-ci siniflər və A variantıdır. 11-ci siniflər üçün olan sınaqdır. Baxırıq 56-cı sualda. 56-cı sualda doğru cavabımız A variantıdır. Niyə görə doğru cavabımız A variantı olur? Əslində, deməli, cəmiyyət bildirən sözlər mövzusundan da bilirik ki, cəm isim gəlir bütün bu gördüklərimizin hər birindən sonra. Yəni, qayda olaraq tapa bilməyəcək. Cümləni tərcümə etməliyik. Tərcümə edəndə də belə alınır ki, deməli, sənin nəticən daha yaxşıdır, o zaman daha az səhvimiz olar. Few ilə FU-nun fərqi də ondan ibarətdir ki, FU-dan sonra, yəni sadəcə few-dan sonra cəm isim gəlir, FU-dan da sonra cəm isim gəlir. Amma burada normalda sadəcə few olsaydı da götürərdik, çünki az mənasına gəlir. Amma niyə görə biz D variantını götürə bilmirik? Ona görə ki, only if you olardı. Yəni only few deyə bir qayda yoxdur. A lot of-dan sonra cəm isim gəlir, amma burada cəm isim gəlib. Deməli, enough-dan da sonra cəm isim gəlib. Amma niyə görə burada uyğun deyil onlar? Çünki burada məna baxımındandır. Deyirəm ki, sənin az səhvin var. Daha doğrusu sənin nəticən daha yaxşıdır. Daha yaxşıdır deyirəmsə, o zaman mənim səhvim çox olmaz da. Yəni ona görə mən a lot of qoya bilmirəm bura. Ona görə mən C variantını götürə bilmirik. Ona görə D variantını götürə bilmirik. D variantını götürmə bilməməmin səbəbi isə only-nin few-la yox, FU-la işlənməsidir. Yəni sadəcə few olsaydı, bəli, doğru götürərdik. More da bildiyimiz kimi yenə də cəm isim istəyir özündən sonra, amma məna baxımından yenə də uyğun gəlməyəcək. Çünki deyirik ki, e, burada dediyimiz kimi B variantı, C variantı, Y variantı, D variantı sırf D variantı yox, D variantı qaydaya əsasən çıxdıq. Digər B və E, C variantları isə mənaya görə uyğun gəlmir. Çünki deyirsən daha yaxşı, demək, nəticən daha yaxşıdır. O zaman az səhv etmisən. Ona görə doğru cavabımız olur A variantı. Daha az səhv etmisən bu testdə. Ona görə doğru cavabımız olur A variantı. 56-cı sualda doğru cavabımız olur A variantı. 57-ci suala baxırıq dostlar. 57-ci sualda doğru cavabımız olacaq. Baxaq. Doğru cavabımız olacaq 3-4. 3-4 Y variantıdır. Niyə görə Y variantı doğrudur? Çünki bilirik ki, apostrof S-dən sonra isim gələr və görürük burada ikili yəlik haldır. İkili yəlik haldısa, hər iki isimin ayrıca apostrof S-i varsa, bu o deməkdir ki, gələn isim də, ondan sonraki gələn isim cəmdə olmalıdır. Niyə görə? Çünki deyir Tomun və Lizanın və Tomun ayrı-ayrılıqda hər birinin e, deməli isimə hər bir buradakı adı seçilən isim ayrı-ayrılıqda hər birinə aiddir. Ona görə də burada bizə cəm isim lazımdır. Yəni iki dənə bax, həm Lizanın, həm də Tomun ayrı-ayrılıqda yəni cəketləri var. Yəni apostrof S hər birini ayrı-ayrılıqda artırılıbsa, onda isim də cəmdə olmalıdır. Ona görə bir yanlışdır. İkinci qaydada isə mən hər zaman deyirəm, daha rahat tapmaq üçün ING-li söz gəlibsə apostrof S-dən sonra üzərini örtürük. Yerdə başqa deməli isim qalıbsa, sorry, feil qalıbsa, o zaman bu isimdir. Yox, yerdə feil qalmayıbsa, artıq apostrof S-dən sonra gələn söz nədir? Deməli, feildir özü. Baxırıq ki, yerdə başqa feil qalmır. Apostrof S-dən sonraki ING-li söz bu olur. Yiyəlik hal olmur. Bu olur davam edici zaman. Niyə görə davam edici zaman olur, onu da deyək. Çünki başqa feil qalmır yerdə. Sophia is preparing for her lessons now. Deyir ki, Sofia indi öz dərsləri üçün çalışır. Yəni dərslərini çalışır. Burada sırf hazırlayır, daha doğrusu dərslərini hazırlayır. Davam edici zamanda. Ona görə doğru variantımız olur 3-4. 3 niyə görə doğrudur? Apostrof S-dən sonra isim gəlib. Tək isimdir, tək ismi gəlir apostrof S-lə. Düzəlib qayda doğrudur. 4-ə baxırıq dostlar. 4-də apostrof S-dən sonra demişdik ki, sifət gələndə düzgün gəliş olmur. Düzdürmü? Bilirik. Amma sifətdən sonu isimə çıxırsa, sifətdən sonra isim gəlirsə, o zaman bu düzgün yəlik hal olur. Danielin new ayaqqabısı are very expensive, çox bahalıdır. Yəni gördük ki, özündən sonra sifətdən sonra isim gəlib. Ona görə doğru variantımız 57-ci sualda olur. Y variantı 3, 4.
58-ci suala baxırıq, dəyərli dostlar. 58-ci sualda bizdən isim sırasını istəyir. Always bilirik ki, şəkilçidir. Full şəkilçidir dedikdə, yəni sifət düzəldən şəkilçidir. Always yenə də sifət düzəldən şəkilçidir. Snowy, qarlı, necə? Yəni sifətin sualına cavab verir. Yerdə qalır Y variantı. Examiner, tourist, circus, village hər biri isimdir və doğru cavabımız olur Y variantı. Dostlar, şəkilçilər çox önəmlidir. Yəni, isim düzəldən şəkilçiləri, sifət düzəldən şəkilçilərini öyrənəndə daha tez cavabı tapmaq olur və bu da vaxt itkisinin qarşısını alır imtahanda. Bizdən yenə də adjective istəyir. Baxın, nes isim düzəldən şəkilçidir. Enci, anci isim düzəldən şəkilçidir. Yenə də isim düzəldən şəkilçidir. Dom isim düzəldən şəkilçidir. Görürsünüz, nə heç bir tərcümə etmədik, nə də bir şey və cavabımız olur Y variantı. Mütləq şəkilçiləri yaxşıca əzbərləmək lazımdır. 60-cı suala baxarıq. 60-cı sualda smile, Nick smiled gülümsədi. Deməli, burada feilə aiddir. Biz bilirik ki, bizə burada artıq zərf lazım olacaq. D variantı olmaz. Niyə görə? Very adi dərəcədir. Müqayisə dərəcəsinin düzəldən şəkilçidir. Ona görə gedir D variantı. Much müqayisə dərəcəsi düzəldəndə, amma much more olardı. Və yaxud da ki, yəni dediyimiz kimi much müqayisə dərəcəsi düzəldir və burada müqayisə dərəcəsi dediyimiz kimi ya much more olardı, bu dərəcə, bu formada olardı. Yəni much özü müqayisə düzəltmir, müqayisə tələb edir. Yəni müqayisə tələb edən sözlərdən biridir. Müqayisə yaratmır özü cümlədə. Qalırıq A və C variantları arasında. Sorry, A, C və B variantları arasında qalırıq. Morla bir arada olmaz. Ona görə A variantı da gedir. Və baxırıq ki, qalır C ilə B variantımız, dostlar. Biz bilirik ki, deməli, burada isim yoxdur. Artikelda isimə aiddir də. Yəni, biz burada sifət götürsək, burada axı isim yoxdur. Deyir, gülümsədi. Gülümsəmək burada yəni artiklı biz nəyə qoyaq? Artikl isimə aid olur. Cavabda burada isim olsaydı biz deyərdik, hə, artikldan üstünlük dərəcəsi olan bir şey götürək. Yəni ona görə də uyğun gəlmir. Həm də ki mostla s bir arada olmaz. Bu da var. Burada ən rahatı bunu da deyək. Mostla s bir arada olmaz. Cavabımız qalır B variantı və dediyimiz kimi zərf götürürük. Ona görə də çünki burada feildən söhbət gedir. Bilirik ki, feilə aid olur. Deməli, zərf isimə aid olur, sifət. Yəni 60-cı sualda doğru cavabımız olur B variantı. 61-ci sualda dəyərli dostlar, 61-ci sualda doğru cavabımız deməli, yenə də verilən biz cümləyə əsasən dərəcə götürə bilməyəcəyik. Niyə görə? Çünki burada heç bir dərəcə göstəricisi yoxdur. Biz bura özümüz dərəcə qoymalıyıq da, yəni özümüz düzgün dərəcə seçməliyik bura. So as-i götürə bilmirik, not so as olardı. Yəni so inkar cümlələrində işlənir. Not so as qaydasında, bu formada. Enough adi dərəcənin göstəricisidir, daha doğrusu sifətdən bilirik ki, adi dərəcənin göstəricisidir, amma zən üstünlükdür, müqayisədir, ikisi bir arada olmaz. Yenə də more-la baxırıq digər variantə, bir doğrudur, as. Yəni adi dərəcədə sifət, as-in arasında adi dərəcədə sifət bir doğrudur. 4-ü niyə götürə bilmirik? 4-də belə olardı. More magnificent than. Çünki bu sözün magnificent sözü deməli çox hecalı sözdür. Çox hecalı söz olduğuna görə də özündən, yəni müqayisə dərəcəsini düzəldiriksə əgər, orada olmalıydı much. Much, more magnificent və yaxud da much olmasa da ən azından more olmalıdır. Çünki more magnificent, more bilirik ki, deməli müqayisə düzəldən şəkilçidir. Ona görə 4 də yanlışdır. Cavabımız olur 5. Yəni 4-5 kimi olsaydı doğru olardı. More magnificent than. Cavabımız olur 1-5 Y variantı. 61-ci sualda Y variantı doğru cavabdır. Bu arada dostlar, mən də suallara elə sizinlə bircə baxıram. Yəni hər hansısa bir
Əvvəldən, yəni sizdən öncə izləməmişəm testləri, baxmamışam testlərə, elə sizinlə bircə baxıram. Baxın 62-ci sualda baxırıq ki, nədir kəmiyyət bildirən sözlərin işlənməsidir. Görək harda düzgün işlənib. Few-dan sonra cəm isim gəlir, amma burada flower təkdədir. Flowers olardı A variantı yanlışdır. B-də yenə də few-dan sonra cəm isim, a few-dan sonra cəm isim gələrdi. Yenə də təkdə gəlib, ona görə yanlışdır. C variantı doğrudur. Niyə doğrudur? A pair of bir cüt deməkdir və isim də cəmdə gəlib. Bir cüt corab. C variantı doğrudur. 62-ci sualda. D niyə yanlışdır? A lot of çoxlu deməkdir. Bəli, informasiya sözü sayılmır, amma biz iki isim yan-yana gəlirsə, ikinci isimə baxırıq və o isim xəbərlə də o isim uzlaşır, təyinlə də o isim uzlaşır. Buna görə də D variantımız yanlışdır. Yəni channels olardı. Several book, several bir neçə deməkdir. Yəni bilirik kəmiyyətlə, təyinlə isim uzlaşmalıdır ingilis dilində. Azərbaycan dilindəki kimi deyil. Azərbaycan dilində məsələn deyə bilirik 5 kitab, 3 kitab, amma ingilis dilində mütləq o kitab sözü də cəmlənməlidir. Yəni isim də cəmlənməlidir. Buna görə də Y variantımız nədir? Yanlışdır. Books olardı. Cavabımız olur C variantı. 62-ci sualda doğru cavab olur C variantı. 63-cü suala baxırıq dostlar. 63-cü suala baxırıq ki, tenses zaman deyir bizə. İndiki ilə keçmiş zaman uzlaşmaz, zaman uzlaşmaları qaydalarını yadımıza salırıq. Gələcəklə gələcək, həm də before-dan sonra gələcək zaman gəlməz. Elə ona görə C variantı da gedir. İndiki ilə də keçmiş bitmiş uzlaşmaz. D variantı da gedir. Cavabımız olur Y variantı. 63-cü sualda doğru cavabımız olur Y variantı. 64-cü suala baxırıq dostlar. 64-cü sualda mübtəda xəbər uzlaşmasıdır və bilirik zeri, zera, zev, o, zevü yanındakı ismə əsasən uzlaşır, yanındakı cəmlənir və yaxud da təkdə olmağı. Baxırıq ki, cəm isim gəlib, amma xəbər təkdədir. Xəbər cəm olardı, bir olanları çıxırıq, bir olan yanlışdır. İkiyə baxırıq, söz önündən mübtəda xəbər uzlaşması adətən ən çox söz önü ilə bağlı olur. Yəni söz önündən əvvəlki isimə baxırıq, o təkdədirsə tək götürürük xəbəri. İkidə də xəbər isim təkdədir, söz önündən əvvəlki isim təkdədir deyə xəbər də təkdədir. İki doğrudur. İki olmayanı çıxırıq. Üçə baxırıq. Few, ümumiyyətlə slice sözü cəmdədir. Yenə də ofdan əvvələ baxırıq. Slice sözü cəmdədir, xəbər də cəmdədir. 3 doğrudur. 2 və 3 doğrudur. Cavabımız olur Y variantı. 4 niyə yanlışdır? Sözünündən əvvəlki isimə baxırıq. Delay sözü təkdədir, amma xəbərimiz cəmdədir. Ona görə 4 də yanlışdır. Cavabımız olur 2, 3. Deməli, 64-cü sualda cavabımız olur Y variantı. Dəyərli dostlar, 63-cü suala baxırıq. 63-cü sualda yenə də əvəzlik verilib və xəbərə baxırıq. Xəbər cəmdir, bir tərəfdə də xəbər təkdədir. Xəbər cəmdirsə biz törəmə əvəzlikləri götürə bilmərik. Törəmə əvəzlikləri xəbəri hər zaman təkdə olur, bilirik. İkinci tərəfə də baxırıq, tək xəbərdir. Tək xəbərdirsə biz olu götürə bilmərik. Olun hamı mənasında xəbəri cəm olmalıdır. Cavabımız nə qalır? Demək, bostu da götürə bilmirik dostlar. Niyə görə? Çünki bostdan da sonra cəm xəbər gələr, tək xəbər gəlməz. Cavabımız Y variantı olur. 65-ci suala doğru cavabımız olur Y variantı. 65-ci suala baxırıq. No, 66-cı suala baxırıq daha doğrusu dostlar. Deməli, biz neçənci suala baxdıq? 65-ci suala baxdıq. Bəli, indi 66-cı suala baxırıq. Dostlar, 66-cı sualda baxırıq ki, boşluqdan sonra cəm isim var
və digər tərəfdə də cəm xəbər var. Cəm isim varsa biz tək deməli isim istəyənləri çıxarıq. Çünki bilirik ki, zəbdi, zisti bunlardan sonra tək isim gəlir, amma burada cəm isim verilib. Ona görə də deməli onlara çıxırıq. Digər tərəfə də baxırıq dostlar. Nə var orada? Hə, digər tərəflərə də baxırıq ki, orada yenə də cəm xəbər var, amma bir şey var da burada. Söz önündən sonra obyekt əvəzliyi lazımdır. Yəni şəxs əvəzliyi deyil və niyə görə həm məna baxımından, həm də ki e, həm məna baxımından, həm də ki dedik ki, söz önünə deməli söz önündən sonra obyekt əvəzliyi qoymalıyıq. Tərcüməyə də baxaq. All of them. Onların hamısı yoxsa, yəni belə ofla işlədəndə biz hər zaman obyekt əvəzliyi işlədirik, şəxs əvəzliyi götürə bilmərik. Ona görə deyirik ki, all of them were wonderful are creative and creative daha doğrusu. Yəni ofdan sonra obyekt əvəzliyi və birinci də cəm isim gəldiyinə görə cəm işarə əvəzliyi götürürük, olur A variantı. 66-cı sualda doğru cavabımız olur A variantı. 67-ci suala baxırıq dostlar. 67-ci sualda isə baxırıq ki, article testidir və burada hər hansısa bir biz Z article götürə bilmərik bu arada. Sonra boşluq da götürə bilmirik, çünki burada bir belə deyək də bir tərif var. Deyir ki, sometimes a good e, conversation yaxşı birdir. Bəzən deyir yaxşı bir söhbət can change a person. Yəni burada da sayılan tək isim olduğuna görə article qoyuruq. Yəni yaxşı bir söhbət insanın mudunu, əhvalını dəyişə bilər. Bəli, o da olacaq B variantı. Doğru cavabımız olur B variantı. 67-ci sualda B variantı doğru variantımızdır. 68-ci suala yenə də baxırıq dostlar. Burada nə var? Burada da yenə də mübtəda xəbər uzlaşmasıdır. Sorry, bu da zaman testidir. While var burada. While bilirik ki, kəsişən zaman hərəkətlərini bildirir. Yəni orada hərəkətlər kəsişir. Misal üçün mən oxuyarkən o yazır, bu formada yəni olmalıdır. İndiki ilə keçmiş olmaz, indiki ilə keçmiş olmaz, indiki ilə bitmiş olmaz, yəni keçmiş bitmiş olmaz, indiki ilə keçmiş olmaz. Cavabımız D variantı olur və hər iki tərəfdə kəsişən hərəkətlər, yəni hər iki hərəkət davam eləyir. While bağladısı ilə bağlanıb keçmiş davam edici zaman olur. Cavabımız D variantı 68-də. Deməli, they finally found apartment with advanced speed. Belə baxırıq ki, ə, saytla başlayan sözdür. Ona görə də A artiklı götürərik. Digər tərəfdə isə yenə də saytla başlayan sözdür. Cavabımız olacaq B variantı. Nə oldu? 69-cu sualda cavabımız olur B variantı. 70-ci suallara baxırıq. 70-ci sualda yenə də mübtəda xəbər uzlaşmasına bənzəyir dostlar. Baxaq öncə suala. Yenə də deyirəm dostlar, mən də sizinlə bircə baxıram suallara. Sualın yarısı niyə görünmür? Bir dəqiqə. İstəyirəm sizlər üçün daha yaxşı görünsün, amma belə seçməli olacağım 70-ci sualı. 70-ci sualda deməli bir doğrudur. Niyə doğrudur? She ilə Suzan daha doğrusu təkdə olduğuna görə doesn't have to come. Yəni doesn't o modal feildir. Onun təbii ki sualın içəri do doesn't dillə düzəlir zamana görə. Fred has yox, Fred have yox, Fred has olardı. 2 yanlışdır. Several fish were. 3 doğrudur. Severaldan sonra biri ki fish, fish'in təşkil cəmi də eynidir. 1, 3 doğrudur. 4 yanlışdır. Niyə görə? Çünki Fözes cəmdədir. Burada Fözes sözü cəmdədir, amma was təkdədir. Ona görə cavabımız olur. 70-ci sualda 1, 3 olacaq doğru cavabımız dostlar. Sual yaxşı görünməsə də, yəni mən buradan sizə deyirəm, yəni cavabımız olur 1,
3. Doğru cevabımız olur 1, 3. 4'ün də 2'nin də niyə səhv olduğunu sizə dedim. 71-ci suala baxırıq dəyərli dostlar. 71-ci sualda yenə də curiosity maraq, innovation yenilik və ə, consultation-da bir dəqiqə. Hə, doğru cavabımız burada olur. Bir dəqiqə. Deməli, birdə olacaq bir nədir? Curiosity maraq. A strong desire to know, yəni öyrənməyi güclü deyir şey, öyrənmək üçün və yaxud da bilmək üçün güclü maraq. Bu olacaq curiosity maraq. Innovation yenilikdir. New idea. Elə burada new sözündən bilirik ki, B variantıdır. Yerdə də nə qalır? Yerdə də qalır 2. 2 də olacaq. 2 də olacaq nə? 2 də olacaq A variantı. Deməli 1C, 2A, 3B olacaq. 71-ci sualda da B variantı. Dostlar, ümid edirəm ki, bu qədər. Deməli, mən ancaq sizlər üçün qayda testini izah etdim. Və inşallah ki, hər biriniz üçün çalışdım ki, biraz tez və deməli, aydın şəkildə izah etməyə çalışdım ki, siz öz cavablarınızı yoxlaya biləsiniz. Dəyərli abituriyentlər, 11-ci siniflər və sınağa gedə bilməyənlər də burada izaha baxıb məncə faydalana bilərlər. Ona görə də ümid edirəm ki, inşallah ki, sizin işinizə yarayacaq. Digər deməli kanala abunə olub, bəyənib, paylaşmağı unutmayın ki, sizin digər dostlarınız da bizim bu deməli izahlardan faydalansın. Hər birinizə təşəkkür edirəm diqqətiniz üçün. İnşallah ki, yararlı olar. Yenə də deyirəm, çox sağ olun. Bir də dəyərli dostlar, bizim onlayn və əyani dərslərimiz də mövcuddur. Əgərləri dərslərimizdən yararlanmaq istəyirsinizsə, 050 973 2509 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun diqqətiniz üçün. Növbəti sınaqlarda görüşənədək təşəkkürlər.